Salam değerli izleyiciler. Bak bugün Qəbələdə güzel qar da var. Hava biraz isinibdir. Çok güzeldi bugünkü hava. Qar da bak görürsün. Qar da qarda. Təmizləyib təmiz. Xəstələrlə biraz azalıbdır. Güzel arkadaşlar bak. Belə bir dənə itburnunun bəhməzi var. İtburnunun bəhməzi çox gözəl kömək eləyir. Çox xəstəliklərə, börək xəstələrinə, kimdə belə şişkinlər onlar üçün. İtburnunun sirkəsi də var. Belə bu itburnun sirkəsidir. Sonra demə bu yemişandır, yemişan. Bunun üstünə belə demə deyirəm, qalın belə ana gəlir yemişan sirkəsinin üstünə çox qalın belə. Sən gətirdin də. Bax belə, bax bunun üstünə bax belə bir dənə bax sirkə mayası gəlib. Bax bu elə bir ciyər kimidir. Bax bu gələndən sonra bu hazırdır istifadə üçün. Bax bu da alma sirkəsidir, Qızıl Əhməd almadır. Bax yenə bax buna da belə bu formada sirkə mayası gəlir. Bax. Rəngi də qırmızıdır. Bu Qızıl Əhməd almanıdır. Yəni sirkənin faydaları çox böyükdür. Şəkər salır, təzyiq salır, həzm prosesini yaxşılaşdırır, öd yollarını açır. Demək, sadəcə qaraciyərdə olan bütün piyləri əridir. Alma sirkəsini istifadə etməklə ən aşağısı 3 kilo, 4 kilo bir ayda çəki vermək olur. Hepatik xəstələr çox yaxşı kömək eləyir. Sonra bax belə şam qozasının bəhməzi var demək. Şam qozasının bəhməzidə demək bunun tərkibində bundan başqa demək tut bəhməz qatılır. Həmin nastoyxuya. Bu da köməkli faranqit, laranqit, asma, bronxit, vərəmə kimi həddindən çox gözəl kömək eləyir. Sonra bax belə tut bəhməzinin özü də var. Bu da qan azlığı üçün çox yaxşıdır. Sadəcə olaraq bundan da götürürsünüz bir skan suya, 2 xörək qaşığı qatırırsınız, biraz da üstünə limon sıxırsınız, saxlayırsınız, yəni içilir, qanı çox yaxşı artırır. Sonra bu da yemişan sirkəsidir. Çox gözəl köməkli təzyiq üçün. Təzyiqi bundan yemişandan yaxşı salan heç bir başqa dərman da yoxdur. Həm də ürək üçün yemişan çox kömək edir. Burada var demək çay tikanı, bax belə meyvəsidir, balla qarışım. Bax bunun alt yağı çökür. Bu da kim mədəsində 12 barmaq bağırsağında yara, xora, eroziya varsa, bundan da içilir demək. Bir çay qaşığı səhər, gün, orta, axşam yeməkdən əvvəl içilir. Təbii belə bax darçın var. Şrilanka darçınıdır. Yəni bu darçın, yəni içi turubka kimi olan darçın deyil. Əsl darçın budur. Bu da şəkəri salır. Demək, kimdə şəkər varsa götürün bundan 2 dənə çubuq belə darçını, bir iskan suya, bir banka, 1 litr suya salırsınız, üstündən salırsınız demək, bir xörək qaşığı mıxank, qvazlika, qoyursunuz, xaladenliyə saxlayırsınız. Demək 5 gün qalır. 5 gündən sonra gündə 1 stəkan içilir. Gün ərzində bu 5 gün bəsləyir, amma bunun içməyə başında başqa bir stəkanda qoymaq, bankada qoymaq lazımdır ki, o birisi kurusa bəsləsin, cəmisi 1 ay içilir. Yəni 1 ayda sizə 8 dənə belə çubuq darçın gedir, 8 dənə də qaşıq mıxank gedir. Yəni bu məhsullarımız hamısı var, alma sirkələri var, çatdırma da var. Təbii məndə ballar var, bal qarışımları var, gülan var, homogenat var, çiçək tozu var, arı sütü var. Yəni bulan qarışımları da var, Bakıya çatdırma var. Bakıda da bir dənə bu xanım var, bir dənə Ayda xanım. Mənim səhifəmdə nömrəsi var. Xanım özü də əlaqə saxlaya bilər. Yəni əsas mən xahiş edirəm, mən direklərdə yazırsınız. Mən onu oxuyamıram, yaşlı adamam. WhatsApp-la əlaqə saxlayıram. WhatsApp nömrəmdə səhifədə var. Ən yaxşısı WhatsApp-la məndən əlaqə saxlasınız. Sadəcə mən sizdən yəni istədiyiniz cavabları, məlumatlar sizə verə bilərəm. Sağ olun, var olun. Bu da mənim nəvəmdir. Mənim nəvəmdir, balaca da getir mən, balaca çox yaxşı kömək eləyir mənə. Allah sizin nəvələri saxlasın, Allah canı sağ eləsin. Ramazan ayı giribdir, oruç tutanlara, hamısına öz istəyirəm, Allahdan arzu edirəm ki, yaxşı oruçlarını tuta bilsinlər. Allah bu Ramazanlıq ayını firavanlıq eləsin, ya Rəbbi, bolluq eləsin. Allah zamanəmizi sakit eləsin. Sağ olun, ay gözəl qardaşlarım. Allah sizə can sağlığı versin, sağ olun. Bir də yenə deyirəm, bu Ramazan ayı mübarək.